Dövlət Sərhəd Xidmətinin Akademiyasında Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəhbəri nümayəndələri üçün sərhəd nəzarətinə dair təlim proqramının tədrisi olub. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən azərtaca bildiriblər ki, tədris çərçivəsində Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyi sistemi, Azərbaycanın milli sərhəd siyasətinə regional və beynəlxalq təhlükəsizlik kontekstində baxış, sərhəd mühafizəsinin təşkili, dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti və sərhəd nəzarəti mövzuları üzrə məruzələr oxunub və təqdimatlar keçirilib. Dinləyicilər Dövlət Sərhəd Xidmətinin Akademiyası, Sahil Mühafizəsi, Samur Dövlət Sərhədindən buraxılış məntəqəsi, Heydər Əliyev Beynəlxalq Aeroportunda Sərhəd Nəzarət Şöbəsi, Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbi və Kinoloji Mərkəzinin fəaliyyəti və mövcud imkanları, habelə Ada Universiteti ölkəmizin tarixi yerləri və memarlıq abidələri ilə tanış olublar. Dövlət Sərhəd Xidməti Akademiyasında Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəhbər nümayəndələri üçün təşkil olunan kursun yekunlarına həsr edilən təntənəli mərasim keçirilib. Mərasimdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı General-Leytenant Elçin Quliyev, Səudiyyə Ərəbistanı Krallığı Sərhəd Xidmətinin baş direktoru General-Leytenant Zümeyyin bin Cüveybir Əs-Səvvad, Səudiyyə Ərəbistanının ölkəmizdəki səfiri, digər rəsmi şəxslər iştirak ediblər. Mərasimin sonunda tədrisə cəlb olunan heyətə sertifikatlar təqdim edilib. Sevinç İskəndərova, Elmin Laçınov, Azərtac.